Salam hər kəsə. Mövzumuz dünya əhalisinin yaş və cins tərkibi olacaq. Əvvəlcə baxaq yaş tərkibinə. Bilirik ki, ümumiyyətlə əhalinin sayını, yaş və cins tərkibini, daha sonra artımını öyrənir demoqrafiya elmi və burada qeyd edirik ki, dünyada insanlar əsas 3 yaş qrupuna ayrılır. Uşaqlardır 0-15 yaşa qədər, 15 yaş arası, daha sonra yetkinlər 16 yaşdan 65 yaşa qədər, yaşlılar isə 65 yaşdan yuxarı olanlardır. Təbii ki də, təbii artımın ikinci tipi olan, inkişaf etməkdə olan, geridə qalmış bir qədər kasıb ölkələrdə uşaqlar çoxdur, doğulanlar çoxdur. Təbii artımın demişdik də, ikinci ənənəvi tipində uşaqlar çox olurdu, doğulanlar çoxdur. Ona görə də götürürük Asiyadır, Afrikadır. Baxın uşaqların sayı burada, uşaqlar ən çox bu qitələrdədir. Asiya, Afrika, daha sonra Cənubi Amerikadadır. Yaşlılar isə ən çox elmin, tibbin, səhiyyənin yüksək inkişaf etdiyi, insanların sağlam qidalandığı, belə deyək, rifah həyat yaşadığı inkişaf etmiş ölkələrdə Avropa, Şimali Amerikanın, deməli, Avropa qitəsində yerləşən ölkələrdir, Şimali Amerikada olan ölkələrdir. Onları qeyd eləyə bilərik. Və əhalinin yaş tərkibinə nələr təsir eləyir? Təbii ki də doğulan uşaqların sayı. Əgər doğulan uşaqlar çoxdursa, deməli orada, əhalinin yaş tərkibində doğum yüksəkdirsə, orada uşaqlar çox olacaq. Orta ömür müddəti çoxdursa, inkişaf etmiş ölkələrdə olduğu kimi, məsələn, Norveç, İsveç, Yaponiya kimi ölkələrdə orta ömür müddəti çoxdur, deməli də orada yaşlı əhalinin payı çox olacaq və miqrasiyalar da təsir eləyir, yəni bu ölkəyə gələnlər. İndi baxırıq dünya əhalisinin orta ömür müddətinə. Görürük ki, əksər inkişaf etmiş ölkələrdə əhalinin orta ömür müddəti çoxdur. Xüsusilə Yaponiyada, Avstraliyada, Avropa ölkələrində, Amerikada, Kanada, ABŞ kimi ölkələrdə görürük ki, əhalinin orta ömür müddəti də çoxdur. Bəs dünyada yaş tərkibində, əhalinin yaş tərkibində uşaqların payı ən aşağı hardadır? Yəni ən az uşaq sayı hardadır? Almaniya və İtaliyadadır. Dünyada deməli əhalinin yaş tərkibində uşaqların payı ən aşağıda Almaniya və İtaliyada, ən yüksəkdir Yəməndə. Yəmən ölkəsindədir. Uşaqların ümumi sayına görə Çinlə Hindistan da fərqlənir. Orada deməli uşaqların sayı 350 milyon nəfərdir. Bir də yaşlı əhalinin payı ən çox olan İsveçdir. Ümumiyyətlə inkişaf etmiş ölkələrdə yaşlı əhali çox olar. Çünki belə deyək, yenə deyirəm, tibbi səhiyyənin inkişafı, ümumiyyətlə insanların yaşam tərzi burada deməli yaşlı əhalinin payının çox olmasına səbəb olur. Təbii ki, bu da bir sıra problemlər yaradır. Onu əmək ehtiyatlarında danışacağıq. Deməli, ən aşağı olan isə, yəni yaşlı əhalinin payı ən azdır Malidə. Bu da səbəb nədir? Burada ağır həyat şəraiti, ümumiyyətlə belə deyək, qeyri-sabit və normal qidalanma. Bunlar hamısı təsir eləyir və Malidə əhalinin əksəriyyəti deməli yaşlı əhali təsəvvür eləyin cəmi 2%-dir. Deməli, əksəriyyət heç yaşlana bilmir, tez ölür. Daha sonra indi keçək cins tərkibinə. Deməli, dünyada kişi və qadınların sayının bərabər olduğu ölkələr var. Hansı ölkələrdir? Monqolistan, İndoneziya, Efiopiya, Somali, İslandiya və Ekvador. Ən məşhurları, ən əsasları əsas qeyd edirik ki, bu ölkələrdə kişilər və qadınların sayı bərabərdir. Deməli, hansı ölkələr oldu dedək? Monqolistan, deməli İndoneziya, Efiopiya, Somali, İslandiya və Ekvadoru əsas qeyd eləmək lazımdır və kişilər üstün olan ölkələr var, bir də qadınlar üstün olduğu ölkələr var. Qadınların üstün olduğu ölkələrdə qadınların bir növ belə deyək, söz azadlığı var. Qadınlar ümumiyyətlə cahil deyil, daha çox karyeraya, elmə, təhsilə yönəlib və qadınların sayı da burada çoxluq təşkil edir. Amerikanın demək olar, Amerika qitəsinin ümumilikdə əksər ölkələrində, Kanada, ABŞ, Meksikada, Braziliya, Argentinada, Avropa ölkələrində, daha sonra Rusiyada həmçinin, Azərbaycanda da bilirik ki, qadınlar daha çoxdur. Kişilərdən qadınlar deməli 51%-dir, kişilər 49%-dir. Amma bu yaxın gələcəkdə dəyişəcək yüksək ehtimalla. Çünki Azərbaycanda əsas oğlan uşaqlarının doğumuna daha çox belə diqqət göstərilir, istənilir. Ona görə də oğlan uşaqları doğulanlar arasında daha çoxdur. Bu da deməkdir ki, bir neçə il sonra bu göstərici dəyişə bilər. Daha sonra deməli dedik ki,
Qadınların üstün olduğu ölkələr Yaponiya, Hind-Çin yarımadasına yerləşən ölkələrdir. Məsələn, burada var Tayland, Kamboca, Vyetnam, Laos, Myanma kimi ölkələrdə qadınlar daha çoxdur. Avstraliyada, Madaqaskarda, bu ölkələrdə, Cənubi Afrika Respublikasında, Zambiya, Zimbabvedə, yəni Afrikanın da bəzi ölkələrində qadınlar üstünlük təşkil eləyir, həmçinin Yeni Zelandiyada. Bəs kişilər harda üstündür? Bu kişilər əsas bu Cənub-Qərbi Asiya ölkələrində, Ərəb ölkələrində, bu İran körfəzi ölkələridir. Hindistandır, Çindir. Burada nəyə görə kişilər daha çoxdur? Çünki qadınların ağır həyat şəraiti, çox uşaq dünyaya gətirməsi və ağır belə deyək də həyat şəraitlərinin çətin olması burada qadınların orta ömür müddətinin də aşağı düşməsinə, ölməsinə səbəb olur və kişilər burada daha çoxdur və doğulan uşaqlar arasında da oğul uşağa daha çox üstünlük verilir. Ona görə də Türkiyə də bura daxildir. Türkiyədir, Afrikanın Əlcəzair, Liviya, Misir, Sudan kimi ölkələridir. Daha sonra Venesueladır. Sonra bu Çin və Hindistanı əsas qeyd etmək lazımdır və Cənub-Qərbi Asiya ölkələridir ki, burada kişilər daha çoxdur.